Elə aparıram bu da ha balona aparıram ha. Balon qaz yoxdur elə onun dərdindən öydə körpə uşaq var ondan ötürü balon aparıram. Belə yollarda qalmışıq. Su qaz yox, su yox, uşaq yemək istəyir, isti su istəyir. Heç nə yoxdur. Allah kəssin ki dolanırıq. Valla. Odun peçi qalıyırıq. Köhnə zamana geri gəldik. Artıq 3-cü gündür ki, Qızıl Hacılı kəndinə qaz verilmir. Sakinlər böyük çətinliklərlə üzləşirlər. Hətta kənddə hazırda çörək qıtlığı da yaranıb. Sakinlər aidiyyəti qurumlardan dəstək gözləyirlər. Allah kəssin ki dolanırıq. Valla. Qabı yer qazı vardı. Onda pişiririk. Odun peçi qalıyırıq. Köhnə zamana geri gəldik. Nə qayraq ki buraxmırlar. Nə tələyək döyüşürlər. Nərman əmmi salayıblar. Marniyoli Bələdiyyəsinin Qızıl Hacılı kəndində artıq 3-cü gündür ki, təbii qazın verilişi dayandırılıb. Qaz təchizatındakı bu fasilə sakinlərin narahatlığına səbəb olmaqla yanaşı, gündəlik həyatlarını da ciddi şəkildə çətinləşdirir. Problemi yerində araşdırmaq üçün Qızılhacılı kəndinə üz tutduq. Burada Aktualcı xəbər portalına danışan sakinlər üzləşdikləri çətinliklərdən şikayətləniblər. Elə aparıram bu da ha balona aparıram ha. Balon qaz yoxdur elə onun dərdindən öydə körpə uşaq var ondan ötürü balon aparıram. Çətindir vəziyyət. 2 gündür, 3 gündür qaz yoxdur. Onu çəkir. Ondan ötürü gedib balon almışam, balon aparıram öyə. Öydə də gözləyirlər pusam. Körpə uşaq da ağustsuz da durur. Ondan ötürü getdik balon aldıq. Diyeceğiz ki bu ne orası eleştiği gaz çetiniydi, yolu çetiniydi. Çörek böyle bekarlar istemiyor da kıtlık olacak. Evde bu balaca balonlar doldu bununla. Bundan əlavə Qızıl Hacılı kəndində 3 gündür təbii qazın olmaması kommersiya obyektlərinə də mənfi təsir göstərir. Kənddəki bir sıra çörək istehsalı müəssisələri fəaliyyətini müvəqqəti olaraq dayandırıb və kənddəki bir sıra marketlərdə çörək rəfləri boş qalıb. Vəziyyət heç yaxşı deyil. Qaz yoxdur, su yoxdur. Uşaq çimmək istəyir. Körpə uşaqlardır, su yoxdur. Su nə? Su da yoxdur. Qaz da yoxdur, su da yoxdur. Nə ilə işləsin su da? Çörək də işığa görə gəlmir. Ha, çörək bax, çörək qabları boşdur. Önemli narahatı. Ha, çöreğe neçə mağazin var buraya alır. Yoktu, görək hala burada da tapa biləcək. Qaz yox, işıq yox, hamısı su da yox. Nə vaxtında versinlər, elə bir 5-10 dəqiqə kəsən, 5 gün üçün gecikdirsək, gəlir, sıra kəsir ya israflayır. Amma indi 3 gündür yoxdur, üstünə bir baxan deyən yoxdur. Yaqın gəlmir də mağazinlərə deyir yoxdur. Qızıl Hacılı kəndinin sakinləri bildirirlər ki, kənddə təkcə qaz deyil, həm də su və elektrik enerjisi ilə bağlı problemlər mövcuddur. Onların sözlərinə görə gündəlik həyatlarını davam etdirmək üçün ən vacib ehtiyaclardan məhrum qalıblar. Vallahi heç nə, belə yollarda qalmışıq. Su qaz yox, su yox, uşaq yemək istəyir, isti su istəyir. Heç nə yoxdur. Yemək də heç nə elə pomidor çörək. Çörək də bahalanıb. Çörəklər gətirilmir deyirlər. Gəlmir, yox. Gəlmir, maşınlar gəlir demiş, onlar da gəlmir də. O vaxt işimizdə nə tərləşdi. O vaxt nə tər yaşayırdılar, elə indi də mən bir şeydir. 90-cı illər, 83-cü illər belə. Işıq yox, qaz yox. Yollara bax. Sularımız yoxdur, sularımız yoxdur. Işıqlarımız yanmır. Çətinlikdir biraz. Çörək qıtlığı da yaranıb. Çörək də 2 gündür bax beləcə alanmırıq. Işıq yananda plitki ilə. Nə su var, nə qaz var, nə işıq var. Məcbur nəsə də dolanırıq. İstəyirik ki, qazımız, suyumuz, işığımız tez həll olsun. Müxalif siyasətçi Əhməd İmamquliyev hökumət nümayəndələrinin kəndə gedib tək tərəfli görüş keçirmələrini tənqid edib və bunu partizan tərzi görüş adlandırıb. Onun sözlərinə görə burada yalnız tək tərəfli maraqlar qorunur və əsas məqsəd Mamit-Qaz şirkətinin Nəriman Allahverdiyevin nəzarətindən çıxarılmasıdır. Görünən hissə budur ki, Davur İsmailov da, Zaur Darğallı da, kiminsə da, biz bunu artıq belə deyərdim ki, pərdə arxası oyunu açıq-aydın dünən göründü. Kiminsə da deməli istəyi ilə gedib, orada xalqı aldadıb MMC Mamedin rəhbərinin üzərinə qaldırmaq istəyirdilər ki, Qızıl Hacılı
qazın təminatını MMC Mamet şirkətinin əlindən alınsın və başqa hər hansısa bir X-in şirkətinə verilsin. Yəni burada məsələ nədir? Hər hansısa səhmdarın əlindən onun şirkəti qeyri-qanuni yolla alınmağa cəhd olunur və açıq-aydın da Nərman Allahverdiyev dünən sizə və başqa medialara verdiyi intervyuda açıq-aydın görünür ki, ondan rüşvət tələb olunmuşdu. Ona hədə qorxu gəlmək istəyirdilər və dünən Zaur Darğallının, xüsusən vurğularam, Zaur Darğallının o tonda danışması mən birinci növbədə bir insan kimi deyirəm ki, ayıb olsun, ən üstün vəzifə insanlıqdır, unutma bunu Zaur Darğallı və o körpünün altı düşüncəsindən artıq oyan və həqiqətən əgər sən parlamentdə xalqı təmsil edirsənsə, təmsil etməyi bacar, bunu bacara bilmirsənsə də ərzəni yaz. Qaldı ki, bizim Marniuli şəhərinin təyin olunmuş merinə Daur İsmailova, Daur İsmailov bildiyiniz kimi artıq 8-ci aydır ki, təyin olunub, amma heç bir funksiya həyata keçirə bilmir. Ona görə də yalandan özlərinə gələcək seçkilərdə kozer qazanmaq üçün xalqı aldatmasınlar, xalqa yalan danışmasınlar və buradan da mən səslənirəm Qızılacılı əhalisinə. Heç biriniz bunların yalanına inanmayın. Çünki bunlar necə ki seçkilərdən öncə yalan danışırdılar, yollarınızla bağlı, içməli suyunuzla bağlı. Eyni zamanda da bu MMC Mamet şirkəti ilə Sokar və ya başqa şirkət bilmirəm arasında olan münasibəti sizə yalan çatdırmağa çalışırlar. Çünki Semekin qoyduğu 47 tetri sizə 57 tetri olaraq güya yalnız MMC Mamet 10 tetri artıq qoyur. Dediyim kimi hamınızın 21-ci əsrdə əlinizdə telefon var. Buyurub bütün Marniuli rayonunun Kürüstü kəndlərinə zəng vura bilərsiniz. Orada 57 tetri ilə satır Sokar. Bizim deməli Şulaveri bölgəsinə, yuxarı Saral, aşağı Saral, Sadaqlı elinə, Görarxı elindəki qohumlarınıza, dostlarınıza zəng edib soruşa bilərsiniz, neçə tetri ilə alırlar. Vahid Milli Hərəkat Partiyasının nümayəndəsi Ramal Əhmədov da məsələyə kəskin reaksiya verib və yerli hakimiyyəti fəaliyyətsizlikdə ittiham edib. 3 gündür Qızılacılı elində təbii qazın kəsilməsindən bağlı əhali əziyyət çəkir, çox böyük bir əziyyətdir. Bunun xəstəsi var, bunun uşağı var, bunun böyüyü var, xalq əziyyət çəkir. Axşam mən bir daha vurğuluram ki, sizin kadrlardan gördüm ki, Zaur Darğallı oradaydı, təyin olunmuş mer oradaydı və Ceyhun Şoldarov. Bunlar ahaliyə nə vəd verdi, nə söz verdi, bunun hamısı yalandı. Yalan vədlər, yalan sözlər. 3 gündür bir yerdə ki, qaz olmasın, bu fəlakətdir. Dünən orada mən hətta onu gördüm ki, Bicin Ayvanaşvilinin marionetkası Zaur Darğallı və təyin olunmuş mer. Bir də onu vurğulayım ki, sizə bu Davul İsmailov tarixin ən kölgədə qalmış mer olacaq. Bu tarixə qara qələmlərlə, qara hərflərlə yazılacaq ki, yalançı, yalan vədlər, yalan sözlər. Bir də bunlar əhali ilə görüş keçirirlər. Bax, Qızılacılı elinin yolu yoxdur. Qızılacılı elinin bugün gənə oxudum, suyu yoxdur. Qızılacılıda hər gün problem, hər gün problem. Həmən Ceyhun Şoldarov idi ki, seçki öncəsi xalqa yalvaran, bana səs verin, hər probleminizi həll edəcəm. Dünən Pomidor əllərin Zaur Darğallı, Bicin Ayvanaşvilinin marionetkası, orada hətta Allahverdiyevin üstünə qışqırır, Nərman Allahverdiyevin üstünə, sən düz tarif qoymavsan, düz eləməyəsən, qardaş bu adam məhkəməyə verib, suda verib, hələn proses gedir. Siz bu qazı nə tərkəsisiniz? Bu xalq yazıq deyilmi? 100 milyon büdcəsi olan rayonumuz görün nə gündədir. Və bir də aldığım məlumata görə Candarda da 2 gündür işıq yoxdur. Nə olur bu? Vasko Xaxlaşıblı hara baxır? Amiran Görqadze 7.000 lira aylığı var, 1 tonda benzini var. Amiran Görqadze çəkilib Tiflisdə gözəl bir yerdə yaşayır, heç Marnol umurunda da deyil. Qeyd edək ki, iyunun 9-u səhər saatlarından etibarən Qızılhacılı kəndi və Marniuli Bələdiyyəsinin 26 may küçəsində təbii qazın verilişi dayandırılıb. Həmin ərazini qazla təmin edən şirkətin rəhbəri Nərman Allahverdiyevin sözlərinə görə qaz təsisatı Sokar tərəfindən dayandırılıb. Onun iddiasına əsasən tariflərin artırılmasına razılıq vermədiyinə görə Sokar Mamet qaz şirkətinin abonentlərinə təbii qazın verilməsini dayandırıb.
Sokar Qaz isə məsələyə reaksiya verərək qeyd edib ki, Gürcüstan Mamet Qaz üçün sosial təyinatlı qaz təsisatı ciddi şəkildə səlahiyyətli orqan tərəfindən müəyyən edilmiş tarifə uyğun olaraq həyata keçirilir. Şirkətin sosial sektorda tarif müəyyən etmək səlahiyyəti yoxdur və bu tamamilə müvafiq orqanın səlahiyyətindədir. Qeyd olunub ki, tarifin artırılması ilə bağlı Sokara qarşı irəli sürülən bütün ittihamlar əsassızdır. Açıqlamada qeyd olunub ki, münasibətlər tam həll olunana qədər kəskin tədbirlərə əl atmaq və Mamet şirkətinə qaz təsisatını dayandırmaq məcburiyyətində qalıblar.